Hər birini salamlayıram, hörmətli izləyicilər. Bu video izahımızda belə bir 9-cu sinif buraxılış sınavı var. Gəlin bunları bərabər yazaq. Adınız, Nurayın adını qeyd edirəm. Nuray Usubova. Neçənci sinifdə oxuyursunuz? 9-cu sinifdə. Bizi harda izləyirsiniz? Telegramda. Next. Baxaq. Baxaq suallarımıza. Birinci sual. 40 manat pulu olan Arif biri 2 manatdan ən çox neçə kitab ala bilər ki, onun pulu 7 manatdan az olmasın. Yəni 7 manatdan az pulu olmasın deməkdir ki, bunun 8 manat cibində pulu qalsın. Düzdür? 40-dan mən 8 çıxıram, bərabər 32 manat kitaba pul versin. Əgər bir kitabın qiyməti 2 manatdırsa, 32-ni 2-yə bölürəm, bərabər 16 manat. Bir doğru cavab olur. D variantı. İkinci sual. İfadənin qiymətini tapın. Deməli, bu tip məsələləri necə həll edirik? Vergüldən sonra 3 ədəd olduğuna görə, bax, bura 1, 2, 0 yazırıq. Vergüldən sonra 3 ədəd olduğuna görə, ikisi var, birini yazıram. Vergüldən sonra 1 ədəd olduğuna görə bu şəkildə yaza bilərəm. Bax, belə. İndi 1. Yəni, bir dənə 0 yazıram. Çünki bu 10 bölək 1 olsun deyə. Bax, belə. Vergüllər getdi. Vergüllər silindi. 5117-yə bölsəm 300. 33-ə bölsəm 10. 10-u 1-ə bölsəm 10. O da bərabərdir 320. Doğru cavab olur 2A variantı. Belə maraqlı bir sual idi. Üçüncü sual. Funksiyaların qrafiklərin kəsişmə nöqtəsini tapın. Ümumiyyətlə funksiyada grafikin kəsişmə nöqtəsi deyilirsə, o zaman funksiyalar bərabərləşdirilməlidir. Mənfi 2x minus 7 bərabər x plus 2. Bir tərəfə keçirsək 2 plus 7 olur. Mənfi 3x bərabər 9x bərabər mənfi 3. X-ə mənfi 3 versəm, y taparam. Mənfi 3 plus 2 bərabər mənfi 1. Deməli, mənfi 3, mənfi 1 doğru cavab olur 3C variantı. Dördüncü sual. Uzunluğu 28 pi olan çevrənin diametri neçə santimetrdir? Çevrənin uzunluğu biz bilirik ki, ya 2 pi ilə hesablanır, ya da pi d ilə hesablanır. O da bərabər 28 piyə bərabərsə, pilər bir-birini apardı. D bərabərdir, 28 qalmış oldu. 4 doğru cavab olur Y variantı. Beşinci sual. 360 ədədi 237 ədədlərlə mütənasib hissələrə bölünmüşdür. Ümumiyyətlə, bu məsələ həllində tərs mütənasiblik sözü yoxdursa, deməli, bu düz mütənasib hissələrə bölünmüşdür. 2K üstə gələk 3K üstə gələk 7K bərabərdir 360. Buradan 12K bərabərdir 360. K da bərabərdir 30. Bu ədədlərin ən böyüyünü soruşursa, 7-ni vuraram 30-a bərabər 210. Doğru cavab olur 5A variantı. Davam edək növbəti 6-cı sual. Nə deyilir 6-cı sualda? ABC tutacağında BD-nin DC olan nisbəti 1 bölək 4 bu şəkildə veribdir. ABD-nin sahəsi 12 olarsa, ABC-nin nəyin tapın deyir bizə? Sahəsini tapın. Tapaq. Deməli, necə eləyərik? Diqqətlə baxaq. BD-nin DC olan nisbəti 1 bölək 4. Bura K-dırsa, DC olacaq 4K. ABD-nin sahəsi 12-dirsə, onda ADC-nin sahəsi S olsun. Bunların hündürlükləri eyni olduğuna görə sahələrin nisbəti oturacaqlar nisbətinə bərabərdir. 12-nin S olan nisbəti K-nın 4K-ya olan nisbəti. S də bərabər 12-ni 4-ə vurarım 48. Deməli, biz bunu tapdıq 48. Ümumi ABC üçbucağını soruşursa, SABC bərabərdir. 12 üstə gələk 48 bərabərdir. 12 isə 48 gəlsə 60. Doğru cavab olur 6C variantı. Sual 7. 38 vuraq 57 üstə gələk 42 vuraq 57 minus 38 vuraq 37 minus 42 vuraq 37. Bax, buradan 57-ni ortaq vuruq mörtəzə xaricində çıxarsam 38 üstə gələk 42 qalır. Minus. Buradan 37-ni çıxarsam 38 plus 42. 38-in üstə 42 gəlsək 70-80 verir bizə. 80. 80 desə, 80-in yenidən biz ortaq vuruq mörtəzə xaricinə çıxardarıq. 80 vurulsun 57 minus 37. Bunu çoxunuz vurub bu şəkildə tapmağa çalışırsınız, amma etməyin, eləməyin, vaxtınız gedər. O dəqiqə ortaq vuruğu mörtəzə xaricinə çıxarmaq yadınıza gəlsin və görün. Eyni vuruqları görməlisiniz. Bərabər 80 vurulsun. 57-dən 37 çıxaram. 20 bərabərdir 1600. Doğru cavab olur 38A variantı. Davam edirik. Nömrə 8-ci sual. Deməli, çoxluqlardan belə bir sualdır. Çoxluqlardan belə bir sual verilib. Bizdən A fərq B. Deməli, 6 və 7 həm də B-də olduğuna görə A fərq B-nin elementləri oldu. 1, 2, 9. Yəni, A-da yalnız A-da olanlar B-də olmasın.
Sonra bunu da deyir birləşdir C ilə. Bir zaten var yazılıb. Bir getdi. 4, 5. Deməli yanına 4, 5 əlavə edirik. 1, 2, 9. 1, 2, 9, 4, 5. Doğru cavab olur E variantı. Bax belə. Davam edək. Nömrə 9-cu sual. Bumerang 3 bucaqdan gəldi. Alfa, beta, gamma nisbətləri 2, 3, 5 kimidir. Deməli necə yazırıq? Alfaya yazarıq 2K, betaya yazarıq 3K, gammaya yazarıq 5K. İkisi də 240-a bərabərdir. Daxildəki bucaqların cəmi ortadakı bax bu 3 bucağa bərabərdir. Toplasam 8, 10K bərabərdir 240, K bərabər 24. Alfanı soruşursa 24-ü 2-yə vurarıq bərabər 48. Doğru cavab olur Y variantı. 9 Y variantı. 10-cu sual. Sual 10. Eni 5 cm, diagonalı 13 olan düzbucaqlının sahəsini tapın. Deməli bu bizim düzbucaqlımız olsun. Baxın belə. Eni 5'dir, diagonalı 13'tür. 13. Bu şəkildə 90 dərəcə. Onda Pifagora görə mən bu düzbucaqlının uzunluğunu tapa bilərəm. B-ni tapa bilərəm. Kökün altında 13'ün kvadratından 5'in kvadratını çıxaram. 169'dan 25 çıxanda 144, 144'dan 12 çıxır. Kökü altında 12. Düzbucaqlının sahəsi eni ilə uzunluğunun hasilinə bərabər olduğuna görə 5'i 12'yə vurarıq bərabər 60. Doğru cavab oldu 10 A variantı. Bax belə. Sual 11. Uyğun tərəfləri 1-2 olan 2 oxşar üçbucağın sahələri nisbəti onların oxşarlığı əmsalının, yəni K-nın kvadratına bərabərdir. 1 və 2'nin kvadratı neçə olur? Kvadrata yüksəltsək 1 və 4. Doğru cavab olur 11 D variantı. Yalnız sahədə kvadrat olur. Yəni perimetrlər, tərəflər, medianlar, hər şey daxil çəkilmiş, radiusların uzunluqları, xarici çəkilmiş radiusların uzunluqları hər biri K-ya bərabər olduğu halda bir dənə sahə K-nın kvadratına bərabər olur. Nömrə 12. Bərabərsizliyə ödəyən x-dən kiçik tam qiymətini tapın. Məchullar bir tərəfə, yenə məmullar bir tərəfə göndərək. 12'dən 5 çıxaram. Baxın 12'dən 5 çıxaram. 7x böyükdür. 3 də gələk 18. Yəni 21-dən. X də böyükdür 3'dən. 3'dən böyük ən kiçik ədəd müsbət 4'dür. 12 doğru cavab olur. Y variantı. 13-cü sual. Bərabərliyindən x'i tapın. Deməli 32-ni yazaram 2 kökdə 8 kimi. Üstə gələk kökdə 8. Ya da o cürünə yazmayayım. 32'ni yazaram 4 kökdə 2 üstə gələk. 8 yazaram 2 kökdə 2 bərabər x plus kök hatta 50'ni yazaram ki 5 kökdə 2 şəklində. Bax belə. 5 kökdə 2. 4'ün üstə 2 gələsəm 6, altdan 5 çıxsam 1. 1 kökdə 2 doğru cavab olur. C variantı. 13 C variantı. Sual 14 ehtimaldan maraqlı bir sualdır. Hüseynin oyuncaq kürələrin sayı nisbəti dairəvi diaqramda göstərilmişdir. Tamam. Deməli qırmızının payına 90 dərəcə düşür. Ağın payına 90 dərəcə, bu da 90 dərəcə. 180. Onda 180 60, sarının payına düşür 120 dərəcə. Bu şəkildə. Torbadan deyir. Ağ və ya sarı çıxma ehtimalını tapın. Ağ və ya sarı. 360'da ağ nə qədərdir? 90 dərəcə. Üstə gələk. Sarı nə qədərdir? 120 dərəcə. 120. Çünki bu say nisbətdir də. Bərabərdir. 360'da olacaq 210. Sıfırlar getdi. 3'ə bölsəm 12'də 7. Doğru cavab olur. Hansı variant? C variantı. Maraqlı sual idi. C variantı bizim doğru cavabımızdır. Sual 15. İfadəsini hesablayın. A kvadrat minus B kvadrat. Kvadratlar fərqinə görə 33 minus 3, 33 plus 3. Üstə gələk 14 vuraq 30 bölək. 55 minus 5, 55 plus 5 şəklində yaza bilərik. Nə qaldı burada bizdə? Burada 30 qalır. Hələ bax burada üstünə yazıram. 30 vurulsun 36. 30'u hər tərəfdən ortaq vuruq mötədə daxilinə çıxarsam qalacaq 36 plus 14. Birbaşa yazıram. 36'ın üstünə 14 gəlsəm 50 edər. 50. Məxrəcdə bizə nə qalır bəs? Məxrəcdə nə qalır? 50 vurulsun 60. 50'lər getdi. O da bərabərdir. Deməli. 30 bölək 60, 2'də 1. Doğru cavab olur. 2'də 1. Hansı variant? A variantı. 15 A variantı bizim doğru cavabımızdır. Növbətin next deyir. Görək burada nə deyir? Aha. 16-cı 25 sayılı tapşırıqları cavablayarkən hərflərdən və işarələrdən istifadə etməyin. Sadəcə ədəd yazın. Tamam. 16-cı suala baxaq. Görək nə deyir 16-cı sualda. Həm 40'a, həm 15'ə böldükdə qalxı çalınan ən kiçik natural ədəd tapın. Yəni əkobun tap üstünə 3 gəl. Onu demək istəyir. 40 ilə 15 nə çobu? Hər biri 5'ə bölünür. 8, 3, 8 dəfə
3'ün 24, 24'ü 5'e vursam 120. 120'dirsə, 120'dirsə, üzərinə 3 gələrəm neçə olur? 123. Yalnız ədəd yaz deyir. Mən də buraya yazıram 123. Bu şəkildə. 17-ci sual. Bərabəryanlı trapesiyanın oturacaqları 6 və 15. Bu mənim bərabəryanlı, bir dəqiqə, bərabəryanlı trapesiyam. Bərabəryanlıdır. Oturacaqları 6 və 15'dir. Diagonalı 10'u iti bucağın yarı bölür. İti bucağın yarı bölürsə, deməli tən böləndir də, elə deyilmi? Alfa, alfa. O zaman bu da alfadır. Niyə? Paralel düz xətlər arasında qalan daxili çarpıcı bucaqlar görünür burada. Burada nə görünür? 3 bucaq var. Oturacağı kiçik bucaqları bərabərdir. Deməli bu bərabər yanlıdır. Trapesiyanın yan tərəfləri 6 olmuş oldu. Trapesiyanın perimetrini soruşursa P bərabər 6 və 3'ün 18 üstə gələ 15 bərabər 43. 33. Estağfurullah. 33. Doğru cevap oldu 33. İndi burada yazaq 33 cevap yerinə. Yalnız deyir işarə yazmada, yalnız ədəd yaz. 18-ci sual. Uyğun tərəfləri perpendikulyar olan iki bucaq 5-7 nisbətindədir. Bu bucaqlardan kiçiyini tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar bilirik ya bir-birinə bərabər olurlar. Eyni adlı olarsa, müxtəlif adlı olarsa onların cəmi 180'ə bərabərdir. Əgər bunlar eyni adlı, yəni bir-birinə bərabər olardılarsa, nisbətləri bərabər olardı. Yox, nisbətlər müxtəlifdirsə, heç fikirləşmədən cəmlərini 180'ə bərabər edin. 12K bərabərdir 180, K bərabər 15. Kiçiyini tapın, 15'i 5'e vururam. 75, 105. Kiçiyi neçə olur bəs bunun? 75 dərəcə. Yazaq bura cavab kimi 75. Bax belə. Sual 19. Xətti ölçüləri 3, 5, 6 olan düzbucaqlı paralelipedin tam səthinin sahəsini tapın. S bərabər 2 vurulsun. A vuraq B üstə gələk. A vuraq C üstə gələk. B vuraq C'yə bərabərdir. Bu A olsun, bu B olsun, bu da C olsun. 2 vurulsun. A vuraq B 3 dəfə 5'in 15. 3 dəfə 6'nın 18. 5 dəfə 6'nın 30. 33'ün üstünə 30 gəlsəm 63. 2'yə vursam 126. Doğru cavab oldu 126. Davam edək. 20-ci sual. 2 nöqtə arasındakı məsafə tapın deyir. 2 nöqtə arasındakı məsafə D bərabər kökün altında x2 və yaxud da x1 minus x2'nin mörtəzə kvadrat plus y1 minus y2'nin mörtəzə kvadratı şəklində hesablanır. Buradan D bərabər kökün altında. 14'dən 2 çıxıram neçə qalır? 12'nin kvadratı minus üstə gələk. Mənfi 1'dən 6 çıxsam 5'in kvadratı, müsbət 5'in kvadratı. O da bərabər 13. Doğru cavab oldu 13. 169 edir də. 144'ün üstünə 25 gəlsək, bəli. 169'dan da 13 çıxar. 21 kvadratik funksiyadandır. Fx bərabər ax kvadratı plus bx plus c funksiyasında mənfi k minus b ifadəsinin qiymətini tapın. Biz bilirik ki, istər xətti olsun, istər kvadratik funksiya olsun, sərbəst səddi y-oxun kəsdiyi nöqtədir. Yəni bunun c-si 8'dir. Bu belə. Diqqətlə baxsan, bu bir nöqtə toxunubsa, deməli diskriminant 0'a bərabərdir. Diskriminant 0'a bərabər olduğuna görə, 2 nöqtəsinin toxunduğuna görə yazaram y bərabər x minus 2'nin mörtəzə kvadratı. Qarşısında sadəcə y-oxun 8'ə kəsdiyinə görə qarşısına bir 2 yazaram. Çünki 2'nin kvadratı 4, 4'ü 2'yə vursam 8. Və bunu açaram. 2x'in kvadratı minus 4x minus 8x plus 8. A nəyə bərabər oldu? 2'yə. B nəyə bərabər oldu? Mənfi 8'ə. İndi mənfi 2, yəni mənfi 4 minus mənfi 8. O da bərabər mənfi 4 plus 8 bərabər müsbət 4. Bir balaca hesabda diqqətli olmaq lazımdır. Cavabımız oldu müsbət 4. 22-ci sual. ABC düzbucaqlı üç bucağının AC və CB katetləri üzərində. Deməli bu qurulmuş kvadratlarsa bu kvadratın tərəfi biri 6'dır, biri 7'dir. Bura oldu 6, 7. Bu üç bucağın sahəsini tapın. ABC üç bucağın sahəsi. Deməli düzbucaqlı üç bucağın sahəsi katet S bərabər katetləri hasilinin yarısına bərabərdir. O da bərabər 21. Doğru cavab olur 21. Çox rahat sual idi. Yəni açıq sual olsa belə yəni rahat idi. Davam edək. 23-cü sual. Bir hində toyuqlardan və dovşanlardan ibarət 30 heyvan vardır. Tamam. Deməli T plus D bərabər 30. Toyuq və dovşanların sayıdır bunu. Belə mən 30 kimi yazıram. Sonra deyir ki, bu hində heyvanların ümumilikdə 92 ayağı var. 92 ayağı var.
Deməli, toyuğun 2 ayağı var, dovşanın 4 ayağı var. 2 toyuq plus 4 dovşan bərabər 92. Yaza bilərəm. Sonra tənlik qurmaqla və ya tənlər sistemi qurmaqla. Mən tənlər sistemindən gedirəm. Hində neçə toyuq var? Birincinin hər tərəfini mənfi 4-ə vuraram və yaxud da müsbət 4-ə vuraram. 4 toyuq plus 4 dovşan bərabərdir 120. 2 toyuq plus 4 dovşan bərabər 92. Yuxarıdan aşağının tərəf-tərəfə çıxsam, 4 toyuqdan 2 toyuq çıxsam, 2 toyuq, dovşanlar getdi, bərabərdir. 120-dən 92 çıxsam, 8, 28. Toyuq bərabər 14. Deməli, bu hində 14 toyuq vardır. 14. Bax belə. Maraqlı sualdır. 24-cü sual. 26 qız və 39 oğlan şagirdin iştirak etdiyi bir imtahanda qız şagirdlərin orta balı 54 və bütün şagirdlərin orta balı 60'dır. Oğlanların orta balını tapın. İndi diqqətlə baxın. 26 qız, 39 oğlan şagirdin iştirak etdiyi bir imtahanda. Qızların balı olsun Q, bilmirəm. Sayları olsun 26. Düzdür. 26. Və bərabər olsun orta bal nəyə bərabərdir? Qız şagirdlərin orta balı 54'ə bərabərdir. O zaman biz deyərik ki, qızların qızların balları, ümumi balları 26 vurulsun 54'ə bərabərdir. Deməli, qızların ballar cəmi oldu 1404 bu şəkildə. Sonra deyir ki, bütün şagirdlərin orta balı. Yəni, bütün şagirdlər cəmi bölünsün. Cəmi neçə uşaq var? 26, 39, 65. Toplayaq şöyle düzdürmü? Saf olmasın. 65. Orta balda 60'a bərabər olduğuna görə yazarıq ki, cəmi bal bərabərdir. 60'a 65'e vuraram. Vuraram 60'a 3900. Bu da ümumi bütün sinifin balıdır. Axı qızların da balı bu 1400'dür. Yoxsa 140'dır. Ne yazdım bura? 26'ını 54'e vurdum. Hə, 1404. 4 düşməyib bura. 3900'dən də oğlanların balını tapmaq üçün 3900'dən 1404'ü çıxaram. 2496. 2496. Bu da oğlanların orta balı. Oğlanların ümumi balı daha doğrusu. Orta balını soruşursa oğlanlar bərabər. 2496. Oğlanların sayı nə qədərdir? 39. Bölərəm 39'a. Neçə düşür? 64. Oğlanların orta balı 64 olmuş oldu. Qəşəng sualıydı. Ədədə ortadan olan sualıydı. 25-ci son sual. Sabirin akvaryumdaki 15 balığına 40 gün çatacaq qədər yem var. 10 gün sonra atası Sabirə 10 balıq daha gətirsəm, qalan yemlər bütün balıqlara neçə gün çatacaq? Deməli, əgər 15 balığa 40 gün çatacaq qədər yem yeyirsəm, bir balıq o yemi 15'i 40'a vursam neçə gün? 600 günə yeyərmiş. Bu şəkildə. Deməli, 10 gün sonra deyirsə, 15 ona vururam 150. 600'dən də 150 çıxıram neçə qalır? 450. Düzdürmü? 450. Neçə gün daha çatar? Cəmi də əlində nə qədər balıq var? 10 oradan 15, 25. 450'dən 25'e bölək tez. 450 böl 25. 18 gün. Daha neçə gün çatacaq? 18 gün çatacaq. Doğru cavab olur 18. Belə. Bu da bizim nəticəmiz. 25'dən 25 yazdıq. Əla. Hər birinizə bax bu nəticəni göstərməyi arzu edirəm imtahanda. İnşallah. Bir dəqiqə baxaq. Baxın, hər biri düzdür. Heç bir səhvlik yoxdur cavablarımızda. Hesab səhvimizdə əsas məsələ yoxdur. Bax, bu 14-cü sual çox maraqlı sual idi. Bu sınaqda ümumiyyətlə sabahki imtahanda hər birinizə uğurlar arzu edirəm.